Hello guys, ümid edirəm ki, yaxşısınız. Bugün natural ədədlərə aid testlər işləyəcəyik. 2019-2022-ci illərdə buraxılış və qəbul imtahanlarına düşmüş test nümunələrini bugün işləyəcəyik. Başlayaq. Baxaq birinci suala. Nə deyir? Deyir, m natural ədədinin 5-ə böldükdə qalıqda 3 alınır. Hər hansı bir m natural ədədim var. Bunu 5-ə bölmüşəm və qalıqda 3 alınır. Deyir ki, m kvadratı üstəgəl 6m üstəgəl 5 ədədini 5-ə böldükdə alınan qalıq neçə olar? Deməli, mən hansı ədədi 5-ə böldükdə qalıq 3 alıram? Elə qalığın özünü götürə bilərəm. 3-ü 5-ə böldükdə 0 tam, qalıq da alaram 3. Gətirib m-in yerinə 3 qoyaram. 3-ün kvadratı üstəgəl 6 vurulsun 3 üstəgəl 5 böl 5. Bərabərdir. 3-ün kvadratı 9 üstəgəl 18, 27, üstəgəl 5 eləyəcək 32, böl 5, o da eləyəcək 6, qalıq 2. Deməli, əgər mənim m ədədini 5-ə böldükdə qalıq 3 alınırsa, həmin bu ifadəni 5-ə böldükdə qalıq 2 alınacaq, o da eləyəcək B variantı. Keçək növbəti suallara. 2. Deyir ki, A ədədinin sadə vurğularının sayını tapın. A bərabərdir. Deyir, sadə vuruq 2 və bu sadə vuruğun sayı 3'dür. Vurulsun. Deyir, 5 sadə vuruğunun sayı 4'dür. Vurulsun. 7 sadə vuruğunun da sayı 5'dir. Bütün sadə vuruqların sayını tapanda qüvvətləri toplayırıq. 3 üstəgəl 4, üstəgəl 12, üstəgəl 5, o da bərabərdir 12'ye. Üçüncü sual. Deyir ki, 300 ədədinin neçə sadə vuruğu var? 300'ü sadə vuruqlarına ayıraq. Bölək 3'ə 100, bölək 5'ə 20, bölək 5'ə 4, bölək 2'ə 2, bölək 2'ə 1. 1, 2, 3, 4, 5. 5 dənə sadə vuruğu var. Baxaq 4-cü suala. Deyir ki, A bölək B bərabərdir 7, 3 nisbətindədir. Deməli, mən A'ya deyəcəm 7K, B'ye de deyəcəm 3K. Deyir, bu iki natural ədəd üçün əbob 5'dirsə, əkobu tap. Əbob 3K ilə 7K mənə verib 5'i. Mənim 3 ilə 7'm qarşılıqlı sadə ədədlərdir. 3 ilə 7'nin əbobu mənə verir 1'i. Deməli, məndə burada K 5 olub ki, mənim əbobum 5 olub. Çünki 3 ilə 7'nin heç bir ortağı yoxdur. Deməli, ortaq 5'dir də, əbobda ortaqları götürdü. Burada K 5'dir ki, əbob 5 olub. Deməli, mənim ədədlərim nədir? 15 və 35. Mən bu ikisinin əkobunu tapmalıyam. Əkob 15, 35 bərabərdir. Hər tərəfdən 5'i çölə çıxarsam. 5 vurulsun. Əkob 3, 7. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir. Yəni 21. 5'i də 21'ə vuranda eləyir 105. Bu da C variantı. Baxaq 5-ci suala. Deyir ki, x böl 13 bərabərdir 5 qalıq y. Deyir, x-in hansı qiymətində qalıq ən böyük olar? Qalıq həmişə böləndən kiçik olmalıdır. Əgər bölən 13 isə qalığın ən böyük qiyməti bizdən 12 ola bilər. Onda x-i necə tapacağım? 13'ü vuracağım 5'ə, üstünə gələcəm 12'ni. 13'ü 5'ə vuranda eləyəcək 65, üstəgəl 12 bərabərdir 77. Bu da 2020-ci ilin buraxılışına düşmüş sualdır. Növbəti 6-cı sual çox asaddır. Deyir ki, B çoxluğuna daxil olan neçə element 8'ə qalıqsız bölünür? 14, 16, 20, 24, 28, 32 və 36. Deyir, neçə 8'ə qalıqsız bölünür? 16, 24, 32. 3 dənəsi C variantı. Baxaq 7'yə. Sileyim. Deyir, ABC və BAC 3 rəqəmli ədədlərdir. Bunların fərqi mənə verir 360'ı. Cəminin ən böyük qiymətini tapın. Gəlin bunları birinci açaq. Necə açırdıq? Mərtəbə qiymətinə vurub açırdıq. 100A üstəgəl 10B üstəgəl C çıxılsın. 100B çıxaq 10'a, çıxaq C bərabərdir 360. Qarşıdakı mənfi var deyə içəridəkinin hər birinə təsir göstərir.
100 ilə mənfi 10-a eləyir 90-a. 11 ilə mənfi 100b çıx 90b. C'lər getdi, mənfi müsbəti aparır. Bərabərdir 360. Hər tərəfdən 90-ı çölə çıxarsaq, içəridə qalır A çıxaq B bərabərdir 360. Hər tərəfi də 90-a bölsək, A çıxaq B bərabərdir 4-ə. Demək, elə iki ədədin fərqi mənə 4 verib və bunların cəmi də ən böyük olmalıdır. Ən böyük hansı ədədlərdir? 9 ilə 4. Məsələn, 9 ilə 5, pardon. 8 ilə 4 də götürə bilərəm, 7 ilə 3 də götürə bilərəm. Amma cəm məndə ən böyük 9 və 5-də verəcək. O da cəm eləyəcək 14 C variantı. Keçən növbəti suallara. Silin qoyuyorum. 8. Deyir ki, Euler V diaqramına verilmiş AB natural ədədlərinin sadə vurğularına görə verilmiş ifadənin qiymətini tapın. Bunun sadə vurğularını 3, 5 verib. Burada da 2, 7 verib. Verdiyi ifadə budur. AB bölünsün əbob AB-nin mötərizə kvadratı. Birinci əbob AB-nin mötərizə kvadratının düsturunu yazıb mən bu ifadəni sadələşdirim. AB bölünsün. Əbobun mötərizə kvadratı nəyə bərabərdir? AB bölünsün C-yə. AB-ni böləndə AB bölünsün C-yə. Tərsinə vururuq deyə burada C qalxacaq sürətə. Olacaq ABC bölünsün AB. AB-lər ixtisar gedir, qalır C. C nədir? Ortaq olmayan sadə vurğuların hasili. Burada da ortaq yoxdur, çünki Venn diaqramının orta hissəsində ortaqlar yazılıb. Demək, bizə verilən bütün vurğuların hasilini tapacağım. 3 vurulsun 5, vurulsun 2, vurulsun 7, 5'i 2'ye 10, 3'ü 7'ye 21 eləyəcək cavab 210. Bu da getdi. Baxaq 9-cu suala. Deyir ki, K plus 2 bölünsün 100K üstəgəl 47 kəsini tam ixtisar etdikdə N bölək M kəsini alırıq. Tam ixtisar etmək nə deməkdir? N ilə M qarşılıqlı sadədir. Yəni tam ixtisar edibsə artıq bunların heç bir ortaq böləni qalmayıb da ixtisar eləmək üçün. Deməli bunlar qarşılıqlı sadədir. Şərtdə verib ki, əkob M üstü 5 N üstü 5 bərabərdir 7 üstü 10'a. M üstəgəl N üstəgəl K'nın cəmini tapın. Burada qeyd edib ki, M, N, K hər biri natural ədədlərdir. Baxın, əgər N ilə M qarşılıqlı sadə ədədlərdirsə, onda onların əkobu nədir? Hasilinə bərabərdir. M üstü 5 vurulsun N üstü 5 bərabər nəyə? 7 üstü 10'a. Əkob hasilinə bərabərdir, o da 7 üstü 10'a bərabərdir. Burada 5 kübəti çölə çıxardıram. Mn üstü 5 bərabərdir. Yaza bilərik 7 üstü 2 üstü 5. Buradan Mn nəyə bərabərdir? 7 üstü 2'yə, yəni 49'a. N vur N bərabər 49. Hansı iki ədədin hasili bizə 49 verir? 1 ilə 49'un. Niyə 1 ilə 49 götürürəm? Təbii ki, 7-ni də 7-yə də vuranda 49 edir. Amma məndə M ilə N qarşılıqlı sadə ədədlərdir və biri N'dir, biri M'dir. Deməli, müxtəlif ədədlərdir. Ona görə 1 ilə 49 götürürəm. M var, M var. Bir dənə K'nı tapmaq qaldı. Onu da necə tapırıq? K plus 2 bölünsün 100K üstəgəl 47. İxtisar olunub nəyə bərabər olub? N bölünsün M. Demək, buna bərabərdir. N bölünsün M də nədir? Bizdə 49'da 1. Aydındır ki, burada K müsbət ədəddirsə, məxrəc daha böyükdür. Çünki 100K üstəgəl 47 daha böyük ədəd verəcək. Ona görə məxrəc 49'dur, sürət 1'dir. Deməli, onda biz M-ə 49 yazırıq, N-ə 1 yazırıq. Çünki N bölümü alınıb. Bunu da tənasübə görə çarpaz vururuq. 49 vurulsun K plus 2 bərabərdir 100K üstəgəl 47. 49K üstəgəl 98 bərabərdir 100K üstəgəl 47. K'lar bir tərəfə, ədədlər bir tərəfə eləyəcək. 51K bərabərdir 51, K da bərabərdir 1'ə. Demək, M 49, N 1, K da 1 cavab eləyir 51.
Bu da bitti. Geçen növbəti suallara. Onuncu sual. Deyir ki n bərabərdir 2. 3 vurulsun. Əkop 3 üstü n 5 üstü n çıxılsın. 2 vurulsun. Əbob 3 üstü m 5 üstü n bərabərdir 133'ə. Deməli, mən birinci gətirib n'in yerinə 2m qoyacağım hər birində. 3 vurulsun. Əkop 3 üstü 2m 5 üstü m çıxılsın. 2 vurulsun. Əbob 3 üstü m 5 üstü 2 bərabərdir 133'ə. İndi 3 vurulsun. Əkop 3 üstü 2m 9 üstü m değil mi? 5 üstü m olduğu kimi qalır. Çıxılsın. 2 vurulsun. Əbob 3 üstü m 5 üstü 2m də bərabərdir 25 üstü m'. O da eləyir 133. 3 ilə 25 qarşılıqlı sadə ədədlərdir. Bunların əbobu bizə verəcək 1. Çünki başqa heç bir ortaq böləni yoxdur. Deməli 2'ni 1'ə vursam 2 eləyir. Bu mənfi 2'ni keçirsəm o biri tərəfə eləyəcək 3 vurulsun. Əkop 9 üstü m 5 üstü m bərabərdir 135'ə. Hər tərəfi 3'ə bölsəm, əkop 9 üstü m 5 üstü m bərabər olacaq 45'ə. Deməli, yenə 9 ilə 5 də qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əkobu nəyə bərabərdir? Onların hasilinə. Deməli, 9 üstü m vurulsun 5 üstü m bərabər olmalıdır 45'ə. Qüvvəti çölə çıxarıram. 9 vurulsun 5. Yəni, ortaq qüvvətdir. Mötərizə xaricinə yazıram. Bərabərdir 45. 45 üstü m bərabərdir 45. Deməli, m nəymiş? M 1'miş. M 1'dirsə, n nədir? N də 2 imiş. Məndən cəmini soruşur. Səhv eləmirəmsə, bəli, m üstəgəl n də bərabərdir 2 üstəgəl 1. Cavab da edir 3. Bu da 10-cu sual. Deyir ki, əbob AB vurulsun əkop AB bərabərdir 300. AB ədədlərin ortaq olmayan sadə vurğuların hasili C də bərabərdir 12'yə. Deyir, onda əbobu tap. Biz bilirik ki, əkop nəyə bərabərdir? Baxın, əbob qalır olduğu kimi. Əbob AB qalsın olduğu kimi. Əkop özü nəyə bərabərdir? Əkop da bərabərdir. Əbob vurulsun S-yə. Süturumuza əsasən. Əkobun yerinə gətirdim, yazdım. Əbob vurulsun S. O da bərabərdir 300. S də bizdə nədir? 12'dir. Əbobu da əboba vuranda bizə verir əbobun kvadratı. Bərabərdir 300 bölünsün 12. 300 də 12'yə böləndə eləyir 25. Demək, əbobun özü neçəymiş? Əbobun kvadratı 25-sə, əbobun özü neçəymiş? Əbobun özü bizdə olacaq 5. A variantı. Baxaq 12. Deyir ki, A və B qarşılıqlı sadə ədədlər olarsa, A vur B hasilini tapın. Əkop AB üstəgəl əbob AB bölünsün. Əkop AB çıxılsın. Əbob AB bərabərdir 3. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir. Əbobu 1'dir. Buna əsasən yazırıq. AB üstəgəl 1, AB çıx 1 bərabərdir 3. Tənansüb kimi yazsaq, eləyəcək AB plus 1 bərabərdir 3 AB çıx 3. Yəni məxrəci hər tərəfi AB çıx 1'ə vurduq. Bu getdi, qaldı AB plus 1. 3 vurulsun. AB çıx 1 eləyir. 3 AB çıxılsın 3. AB'lər bir tərəfə, ədədlər bir tərəfə keçirsəm, eləyəcək 2 AB
bərabərdir 4'ə. Buradan da AB də eləyəcək 2'yə. Məndən də AB hasilini tapın deyir, o da 2. A variantı. Keçək növbəti suallara. Bunları silək. Növbəti 13. Deyir ki, Euler-Venn diaqramında A və B çoxluqlarının uyğun olaraq A və B natural ədədlərinin sadə vurğuları çoxluğu olarsa, əbab AB vurğusunun əkab AB hasilini tapın. A'nın sadə vurğuları 5, 2, 3, B-də də 2, 3, bir də 7. Deyir, əbab. Əbab nədir? Ortaq olanlar. Ortaq olanlar Venn diaqramında orta hissədə verilir. Əbab AB bərabərdir 2 vur 3 bərabərdir 6. Əkab AB nədir? Ortaq olanlardan bir dənə və ortaq olmayanlar. Yenə ortaq olanları da götürürük. 2 ilə 3'ü də götürürük. Ortaq olmayanları 5 ilə 7'ni də götürürük. O da eləyir 210. Mənə də deyir ki, əkab vur əbab. 210 vurulsun 6 bərabərdir 1260. Daha sonra 14. Deyir ki, 2x, 3y, 4z ədədi 6'ya tam bölünürsə, x, y, z ədədinin ən böyük qiymətini tapın. X plus y plus z cəminin ən böyük qiymətini tapın. 6'ya bölünmə əlaməti nədir? 2'yə və 3'ə bölünənlər. Deməli, z mütləq cüt olmalıdır. Ən böyük cüt ədəd nədir? 8'dir. Z-i 8 götürək. Yerdə qalan, yəni hamısının cəmi həm də 3'ə bölündüyü üçün 2 üstə gəl. X üstə gəl 3, üstə gəl y, üstə gəl 4, üstə gəl 8 bölünməlidir 3'ə. O da bərabərdir 17 üstə gəl y, üstə gəl x bölünsün 3'ə. Mən 17'nin üstünə hansı ən böyük ədədi gəlməliyəm ki, o 3'ə bölünsün. X ilə y-ə hansı ədədlər qoya bilərəm? 8, daha sonra ən böyük rəqəmim nədir? 9. X-a 9 versəm, 17 ilə 9'un cəmi mənə verəcək 25. 25 mi verir? Yox, 26. 26'nın üstünə hansı ən böyük ədədi gəlim ki, 3'ə bölünsün. 26'nın üstünə gələrəm 7, eləyir 33. 33 də 3'ə bölünür. Demək, bu cəmin ən böyük qiyməti nədir? 7 üstə gəl 8 üstə gəl 9 bərabərdir 24. Son ədəd mütləq cüt olmalıdır. 8 götürdüm. Daha sonra ən böyük, cəm ən böyük olmaq üçün ən böyük rəqəmlərlə işləyirəm. 9 götürürəm. Daha sonra 8, 9 var. Digərini də fərqli götürmək üçün 7 götürdüm və gördüm ki, ödəyir. Əgər 7 ödəməsəydi 6, 5'i yoxlayacaqdıq. Daha sonra baxaq 15'ə. Deyir ki, ədədin neçə dənə sadə böləni var? 102'nin kvadratı çıxılsın 63'ün kvadratı. Bu natural ədədlərə aid olan 2021-ci il blokuna düşən sualdır. Birinci, bu müxtəsər olma düsturuna görə bunu açmalıyıq. Bu nədir? 102 üstə gəl 63, 102 çıx 63. O da bərabərdir. 102'nin üstünə 63 gəlsə eləyir 165. Vurulsun. 102'dən də 63 çıxsa eləyir 39. Aha, eləyir 39. Bunu indi sadə vurğularına ayırmaq üçün 39 3 ilə 13'dür. Ardındır. 165'i də ayıraq. Bölsəm 5'ə eləyəcək 35. Daha sonra 35'i bir dəqiqə 16'nın içində 5 3 dəfə 15 33. 33'ü bölsəm 3'ə 11, 11'də 11'ə 1. Demək, bu da nədir? 5, 3, 11. Sadə bölən sayını istəyir. Sadə bölən sayı bərabərdir müxtəlif sadə vuruq sayına. 3, 13, 5, 11, 4 dənə. B variantı. Keçək növbəti suallara. Səni silin. Baxaq 16'ya. Deyir ki 14 ilə 38 arasında 8'ə qalıqsız bölünən natural ədədlərin cəmini tapın. 14 və 38 arasında
8'e bölünənlər nələrdir? 16 üstə gəl 24 üstə gəl 32. Bunlar da cəmləsək eləyir 72. 72 Y variantı. Baxaq 17-yə. Deyək ki, natural mədədi üçün əbob 2m çıx 1 2m plus 1 bərabərdir 4m çıxaq 7-yə. Deyir, əkob 13m çıxaq 2 15m üstə gəl 2-ni tapın. Bunlar necə ədədlərdir? 2m çıx 1 2m plus 1 ardıcıl tək ədədlərdir. Ardıcıl tək ədədlər necədir? Qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərin əkobu nədir? 1-dir. Deməli, 4m çıxaq 7 nəyə bərabər olmalıdır? 1-ə. Burada da 4m bərabərdir. 8-ə 7-ni o bir tərəfə keçirdəcəm müsbət olaraq. M də bərabərdir 2. M-i tapdıqsa buradakı ədədləri tapa bilirik. M 2-dirsə 13-ü vururam 2-yə 26 çıxıram 2-ni 24. M 2-dirsə 15-i vururam 2-yə 30 üstündən 2 gəlirəm eləyir 32. Mən əkob tapmalıyam nəylərin? 24 ilə 32-nin. Hər tərəfdən 8-i çölə çıxardaram. Qalar əkob 3, 4. 3 ilə 4-ün əkobu nədir? Qarşılıqlı sadə ədədlər hasilə bərabərdir 12-yə. 8 vur 12 də bərabərdir 96. Açıq sualda 2021-ci ildə buraxılışa düşür. Keçək 18-ə. Deyir ki, 3 ardıcıl natural ədədin cəmi 63-dür. Bu ədədlərin ən kiçiyi ilə ən böyüyünün hasilini tapın. 3 ardıcıl natural ədəddən söhbət gedir. X üstə gəl, x üstə gəl 1, üstə gəl, x üstə gəl 2, bərabərdir 63-ə. Xətti tənlikdə həll edirik. 3x üstə gəl 3, bərabərdir 63. 3x bərabərdir. Müsbət 3 o biri tərəfə keçirsəm eləyir -3. 63-dən də 3 çıxsam 60. X də bərabərdir 60 bölü 3, 20. Demək, birinci ədədim 20-dir. 21 və 22-də ardıcıl ədədlər olduğu üçün deyirəm kiçik ilə böyüyün hasilini tapın. 20 vur 22 bərabərdir 440. Növbəti sualımıza baxaq. Deyir ki, 2 ardıcıl cüt ədədin cəmi 66 olarsa böyüyünü tapın. Ardıcıl cüt ədədlər 2 2 artır. X üstə gəl x üstə gəl 2 bərabərdir 66'ya. 2 dənə x var. 2x bərabərdir 66. Ədədləri bir tərəfə yığırıq. Müsbət 2-ni o bir tərəfə atacağım. -2. 2x bərabərdir 64. X də bərabərdir 64 bölü 2. 32. Deyir, bu ədədlərdən böyüyünü tapın. 32. X kiçiyidir. X üstə gəl 2 neçə olacaq? 34. Böyüyü 34 olacaq. 2 mayını artacaq. Baxaq 20'ye. Deyir ki, A bərabərdir 2n kubu çıx 5 kvadratı üstə gəl 12 bölünsün n. B bərabərdir 3n üstü 4 üstə gəl 11 n kvadratı çıx 18 bölünsün n. Tam ədədləri üçün n'in ala biləcəyi qiymətlər Euler Venn diaqramında verilmişdir. Diaqrama əsasən P üstə gəl Q üstə gəl n cəmini tapın. Tapaq. P4 Q1 2 6 burada da verilib 18 və n. İndi baxaq bura. Aydındır ki n kubu n'ə bölünəcək. Qalacaq n kvadratı. 2n kvadratı. -5n kvadrat da n'ə bölünəcək. Qalacaq -5n. Bizə maraqlandıran bu hissədir. 12 bölü n'dir. N'in yerinə hansı qiymətlər olsa 12 n'ə bölünər. Çünki bizə özü deyir ki, tam ədəddir. Yəni, n'in ala biləcəyi qiymətlər. N'in yerinə nə ola bilər? 12 nə zaman n'ə bölünər? N ala bilər. Burada 1, 2, 3, 4, 6 və 12'ni. Düzdürmü? Düzdür. Deməli, keçirik bura. N üstü 4 n'ə bölünür, qalır 3n üstü 3. 11n kvadratı bölünür n'ə, qalır 11n.
Məni maraqlandıran hissə budur. 18 böl n hissəsidir. N hansı qiymətləri almalıdır ki, 18 n-ə bölünsün? 1, 2, 3, 6, 9 və 18. Gəl indi bunu Venn diaqramında göstərək. Ortaqlar nədir hər ikisində? 1, 2, 3, 6. Demək, 1, 2, 6-nı verib, 3'ü verməyib. Onda Q nədir? 3'dür. İkincisində kənarda qalanlar nədir? 9-dan 18. 18 var. Bu deməli 9'dur. Birincidə kənarda qalanlar nədir? 4-dan 12. 4 var. Deməli P nədir? 12'dir. Mənə də bunların cəmini istəyir. 12 üstə gəlir. 3 üstə gəlir 9. Bərabərdir 24. Baxaq 21-ci suala. Deyir ki, bu ədədi 30'a tam bölünürsə, A-nın mümkün qiymətlərinin cəmini tap. 30'a bölünmə qaydası nədir? 3'ə və 10'a bölünən ədədlər 30'a tam bölünür. 10'a bölünməsi üçün sonu 0 olmalıdır. B 0'dır. İndi biz hansı şərti yoxlayırıq? 3'ə bölünmə şərtini. 4 dənə A var. 3'ə bölünmə şərtinə də rəqəmlərin cəmi 3'ə bölünən ədədlər 3'ə tam bölünür. 4 A var. Bir dənə də 8'imiz var. B 0'da heç dəxli yoxdur. Yəni cəmə təsiri yoxdur. Bu da nə olmalıdır? Bölünməlidir 3'ə. Baxaq A-nın hansı qiymətlərində ödənilir. A-nın yerinə aparıb 1 qoysam, 4 vur 1, 4 üstə gəl 8, 12 3'ə bölünür. Daha sonra 3'ə bölünəndə, məsələn, vurma cədvəlində 3'ə bölünmə nədir? 3 3 artır. A-nın növbəti qiyməti olacaq 4. Növbəti qiyməti 4 üstə gəl 3 olacaq 7. Növbəti qiyməti 10 ola bilməz, çünki A rəqəmdir. Və A-nın mümkün qiymətlərinin cəmini istəyir. 7 üstə gəl 5, 7 üstə gəl 4, eləyir 11, üstə gəl 1, eləyir 12. O da B variantı. Baxaq 22'yə. Deyir, n bərabərdir 2n. Bayaq işlədiyimiz suala oxşuyur. 2 vurulsun əkop 2 üstü n, 3 üstü m, çıxılsın 3 vurulsun əbob 2 üstü m, 3 üstü n bərabərdir 33. Gətirək, m-in yerinə 2n qoyaq. 2 vurulsun əkop 2 üstü n, 3 üstü 2n, çıxılsın 3 vurulsun əbob 2 üstü m, 3 üstü 2n qoyaq m-in yerinə. 3 üstü n bərabərdir 33. Yenə 2 vurulsun əkop 2 üstü n, 3 üstü 2n necə yazarıq? 9 üstü n, 3'ün kvadratına 9, bir də üstündə n, çıxılsın 3 vurulsun əbob 2 üstü 2 necə yazarıq? 4 üstü n, 3 üstü n bərabərdir 33'ə. 4 ilə 3 qarşılıqlı sadə ədədlərdə əbobu bərabərdir 1'ə. 3'ü 1'ə vursam 3. Burada mənfi 3'dür. O biri tərəfə keçəndə olacaq müsbət 3. Deməli 2 vurulsun əkop 2 üstü n, 9 üstü n bərabərdir 33 üstə gəl 3 bərabərdir 36. Hər tərəfi 2'yə bölsəm əkop 2 üstü n, 9 üstü n mənə verəcək 18. 2 ilə 9 özü də qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. Deməli 2 üstü n vurulsun 9 üstü n bərabərdir 18'ə. Bu da nə edir? Ortaq qüvvətdir. Mötərizənin xaricində yazıram. 2 vur 9 üstü n bərabərdir 18'ə. 18 üstü n bərabərdir 18'ə. N neymiş? N 1'miş. N 1'dirsə, m də 2'dir. Məndən cəmini istəyir. Yenə 1 üstə gəl 2 bərabərdir 3. Baxaq 23'ə.
Deyir ki M ve N uygun olarak M ve N ədədlərinin sadə qruplar çoxluğu olarsa M plus N bölünsün M minus N nisbətini tapın. Deməli, bu sadə qruplar çoxluğudursa, mənim M ədədim nəyə bərabərdir? M bərabərdir 2 vur 5 vurulsun 13 bərabərdir 130. N də bərabərdir 11 vur 7 bərabərdir 77. Məndən istəyir M plus N bölünsün M minus N. 130 üstə gəl 77 bölünsün 130 çıxılsın 77. O da bərabərdir 207 bölünsün 130'dan 77 çıxsam qalır 53. 207'də bu da eləyir 53'də 207. Belə. Davam eləyək. Nə deyir 24'də? Deyir əbob AB bərabərdir 441'ə. Cədvələ əsasən M-i tapın. Bizə verilib sadə qruplar və onların sayı. A ədədi nədir? 3 üstü 6 vurulsun M üstü 2. B ədədi nədir? 3 üstü 2 vurulsun M üstü 7. Deməli belə. Əbobdursa biz neynirdik? Əbobda qüvvətləri kiçik olanı götürürdük. 3 üstü 2'ni götürəcəyik, bir də M üstü 2'ni götürəcəyik. Bu bizə verməlidir 441'i. Deməli 3 üstü 2 vurulsun M üstü 2 bərabərdir 441'ə. Bu da 9'dur. 9 vurulsun M'in kvadratı bərabər 441. M'in kvadratını tapanda 441'i bölürük 9'a. M kvadratı bərabərdir 49. M'in özü nədir onda? 7. M tapıldı. Daha sonra 25. Deyir ki, diaqramda A, B, C natural ədədlərin sadə qrupları və onların sayı verilib. Əkob böl əbobu tapın. Əkob böl əbob nəyə bərabərdir? Düstura əsasən C-yə bərabərdir. Biz ortaq olmayan qrupların hasilini tapacağıq. Deməli, A ədədi bizə verilib. Daha doğrusu belə verilməyib. Əkob AB bölünsün əbob BC-dir. Demək, biz bunu C ilə tapmayacağıq. A ədədi nədir? 3 üstü 6 vurulsun 7 üstü 3. B ədədi 3 üstü 4 vurulsun 7 üstü 7. C ədədi 3 üstü 5 vurulsun 7 üstü 6. Deməli, A ilə B-nin əkobunu istəyir. Bu ikisinə baxırıq. Əkob istəyəndə qüvvətlərdən böyük olanı götürürük. 3 üstü 6'nı götürəcəyik, vurulsun 7 üstü 7'ni. Demək, bu nədir? 3 üstü 6 vurulsun 7 üstü 7 bölünsün. B ilə C-nin də əbobunu istəyir. Əbobda qüvvətli kiçik olanları götürürük. 3 üstü 4 vurulsun 7 üstü 6. 3 üstü 4 vurulsun 7 üstü 6. 7 üstü 7 ilə 7 üstü 6 gedir, burada qalır 7. 3 üstü 6 ilə 3 üstü 4 gedir, burada qalır 3'ün kvadratı. 3'ün kvadratı 9 vur 7 bərabər də 63'ə. Bu da getdi. 26'ya baxaq. Deyir ki, A bölək B bu tipdə birini işlədik deyəsən. 3 bölək 4 nisbətində demək A'ya 3K yazacağıq, B'yə yazacağıq 4K. Əkob AB çıxılsın. Əbob AB bərabərdir 88. Demək, əkob AB yerinə biz götürüb birbaşa 3K, 4K da yaza bilərik də, düzdürmü?
ilə 4-ün əkobu nədir? Qarşılıqlı sadə ədədlərdir. Onların hasilinə bərabərdir. Düzdürmü? Deməli, birinci belə yazaq. Əbob 3K ilə 4K qarşılıqlı sadə ədədlərdir. Və onların əbobu 1K-ya bərabərdir. Əkobda 3K ilə 4K qarşılıqlı sadə ədədlərdir və onların əkobu 12K, onların hasilinə bərabər olacaq. 12K çıxılsın K bərabərdir 88, 11K bərabərdir 88, K da bərabərdir 8. Mənim A ilə B-nin cəmisi K 8 isə bu eləyəcək 3 vur 8, 24, 4 vur 8, 32. A üstə gəl B də bərabərdir 56. Bu da getdi, qaldı 3 sualımız. Deyir, n bərabərdir 57-nin kvadratı üstə gəl 38-in kvadratı. Bu 2022-ci ilin birinci qrupların blok sualıdır. Mənim imtahanıma düşən sualdır. Deyir, sadə vuruqların sayını tapın. Deməli, sadə vuruqlarını ayıraq. 57-nin sadə vuruqlarını ayırsaq, nədir sadə vuruqları? 3 vur 19'dur. 38'in sadə vuruqları 2 vur 19'dur. Deməli, bunu belə yazam. N bərabərdir. 3 vur 19'un kvadratı üstə gəl 2 vur 19'un kvadratı. Hər tərəfdən 19'un kvadratını çölə çıxarsam, içəridə nə qalır? 3'ün kvadratı üstə gəl 2'nin kvadratı. O da bərabərdir. 19'un kvadratı vurulsun. 3'ün kvadratı 9'dur. 2'nin kvadratı 4. 9 üstə gəl 4, 13. Deyir, bütün sadə vuruqların sayını tap. 2 dənə 19 var, 1 dənə də 13 var, 3. D variantı. 28. Deyir ki, A kvadratı üstə gəl 2AB üstə gəl B kvadratı çıx C kvadratı bərabərdir 13. Şərtini ödəyən A, B, C natural ədədləri üçün A üstə gəl B üstə gəl 2C'ni tapın. Deməli, bunu görən kimi biz müxtəsər vurma düsturunu hiss eləməliyik. A kvadratı üstə gəl B kvadratı 2AB müxtəsər vurma düsturudur. A üstə gəl B'nin mötərizə kvadratının açılışıdır. Çıxılsın C kvadratı bərabər 13. 2 dənə kvadrat fərqi, kvadratların fərqi görürük. 2 dənə kvadrat var və onlar arasında fərq var. Bu özü də müxtəsər vurma düsturudur. Birinci çıx ikinci, birinci üstə gəl ikinci bərabərdir 13. Deməli, hansı iki ədədin cəmi, daha doğrusu hansı iki ədədin hasili, burada hasil var, bizə 13 verər. 13'ün vuruqları 1 ilə 13'dür. Başqa vuruğu yoxdur. Deməli, bizdə bu 1'ə bərabər olacaq, bu da 13'ə bərabər olacaq. A üstə gəl B çıx C bərabərdir 1. A üstə gəl B üstə gəl C bərabərdir 13. Bunu da əgər sistemi alsaq, tərəf-tərəfə toplasaq, C'lər gedəcək. 2A üstə gəl 2B eləyəcək 14. Onda A üstə gəl B nədir? Hər tərəfi 2'yə bölsəm 7. Burada belə elədim. 2'ni çıxartdım çölə. A üstə gəl B bərabərdir 14'ə. Hər tərəfi 2'yə böldüm. A üstə gəl B nə elədi? 7. A üstə gəl B 7 isə 7'dən neçə çıxıb ki 1 qalıb? Deməli C də 6 imiş. 7 2C istəyir. 2 vur 6 eləyir 12. 7 üstə gəl 12 bərabərdir 19. Bu da 2022-ci ilin birinci qrup sualıdır. Yəqin ki bizə düşən sualdır, amma bunu xatırlamıram. 27'ni xatırlayaydım. Daha sonra baxaq 29'a. Bu da 2022-ci ilin ikinci qruplarına düşən sualdır. Blok sualıdır. 29. Sonuncu sual. Natural ədədə ayrılan. M üstə gəlin bərabərdir 56'ya. Əkob M'n bərabərdir 105'ə. Deyir, şərtlərini ödəyən M'n natural ədədlərdən kiçiyini tapın. Gəlin 105'i özünü sadə vuruqlarına ayıraq. 5'ə bölsəm
21, 3'e bölsəm 7, 7'ye bölsəm 1. 105 özün sadə vuruqları 5, 3, 7'dir. Demək, elə ədədlərin əkobu 105 isə demək, həmin ədədlər bu vuruqlardan düzəlir ki, onların əkobu bərabərdir 105'ə. Gəlin vuruqlarla, məsələn 5 ilə 3'ü 1 götürək, 3 ilə 7'ni 1 götürək. 5 ilə 3'ü götürsəm 15, 3 ilə 7'ni götürsəm 21. 15 ilə 21'in cəmi 56'dır mı? Deyil. Daha sonra bu alınmadı. 5 ilə 7'ni götürək 35, 5 ilə 3'ü götürək 15. Toplasam yenə deyil. Daha sonra 3 ilə 7'ni götürüm 21, 5 ilə 7'ni götürüm eləyəcək 35. Həqiqətən də toplasam cəmi eləyir 56. Demək, hansı ədədlərdir? 21 ilə 35'dir. Natural ədədlərin kiçiyini tapın. Kiçiyi də 21'dir. B variantı. Bitti. Bu qədər. Sağ olun, görüşənədək. Çalışacağım ki, vaxtım olduqca sizə yardım ola biləcək tərzdə videolar çəkim, izahlar verim. Görüşənədək.